Salam, sabahınız xeyir olsun. Şənbə səhəri Real Televiziyasının efirində Sabaha Elnarə ilə yayımda öz işinə başlayır. Bugün çox ciddi iki mövzunu müzakirə edəcəyik. Sosial şəbəkələrdə yayılan təhqir, aqressiya və qeyri-etik paylaşımların artması fonunda rəqəmsal təhlükəsizliyin gücləndirilməsi istiqamətində yeni addımlar atılır. Nəhayət ki, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik edənlər cəzalandırılacaq. Noyabrın 24-də Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu və İnsan Hüquqları Komitələrinin iclası keçirilib. Gündəliyə bir məsələ İnzibati Xətalar Məcəlləsində və informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib. Dəyişikliyə əsasən cəmiyyətə açıq hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşahidə edilməyən hərəkətlər xırda xuliqanlıq sayılacaq. İnzibati həbs və cərimə tətbiq olunacaq. Bu barədə danışacağıq, özü də daha ətraflı. Daha təhlükəsiz, daha etik və daha sağlam rəqəmsal mühitin formalaşması artıq dövlətin, cəmiyyətin və sosial şəbəkə platformalarının birgə məsuliyyətinə çevrilib. Cəmiyyətin deqradasiyasına səbəb olan amillərin aradan qaldırılması və sosial şəbəkələrdəki təhlükədən danışacağıq. Studiyada qonaqlarım var. Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev, xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Və Azərbaycan Mətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələskərli. Müşfiq müəllim, xoş gəlmişsiniz. Əslində mən bu xəbərə çox sevindim. Bu bir mübarizədir və mən düşünürəm ki, artıq hər kəs cizgisini müəyyən etməlidir və davranışına görə, paylaşımlarına görə məsuliyyət daşımalıdır. Çünki biz unutmamalıyıq ki, biz Azərbaycanlıyıq. Hər şeydən əvvəl bizim milli mənəvi dəyərlərimiz var, ailə institutumuz var. Biz bunların məhv olmasına aparan yollara təbii ki, qarşısını almalıyıq. Və həm də biz hər bir Azərbaycan vətəndaşının yaddaşında qalmalıdır. Uşaqlı, böyüklü, sərhədləri aşdın, Azərbaycandan kənarda yaşadın, fərqi yoxdur. Biz artıq qalib torpaqların üzərində addımlayırıq və doğrudan da qalib torpağın vətəndaşı atdığı hər bir addıma diqqət etməlidir. Buyurun, söz sizdə, bu mübarizə haqqında danışaq. Elnarə xanım, əvvəla onu deyim ki, bu təklif ki, Milli Məclisə təqdim olubdur, bu prosesin başlanğıcıdır. Bunu bizim cəmiyyət bilməlidir ki, artıq Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti və ictimaiyyəti bu rəqəmsal təhlükənin tam olaraq fərqindədir. Rəqəmsal təhlükənin elə təfərrüatları var ki, biz bunu hələ hiss etmirik. Bu elə bir fenomenə çevrilib ki, necə ki biz bugün bir neçə bundan əvvəl narkomaniya ilə bağlı mübarizəyə çox ciddi vaxt ayırırdıq, zərərli vərdişlərlə mübarizədə sağlamlığımızın mühafizəsindən bağlı ən ciddi addımlar atırdıq. İndi artıq bugün Azərbaycan üçün, dünya üçün rəqəmsal təhlükəsizlik və onun yaratdığı fəsadlar artıq bəlkə də həmin dediyim o fenomenlərdən və zərərli vərdişlərdən daha təhlükəli həddə gətirib çıxıbdır. Çünki biz bunları hiss eləmirik. Biri var ki, fiziki olaraq sən gedib hər hansı bir zərərli vərdişlərlə məşğul olsa, biri var, sən hiss etmədən sənin beyinlərdə müəyyən alqoritmlər vasitəsilə yedilərək, səni yönləndirərək və səni cəmiyyətdən, ailədən təcrid edərək bir növ idarə olunan, istiqamətlənən bir hala salsınlar. Bax, bu böyük bir təhlükəlidir. Amma indi biz bugün onun ilk mərhələsində olan addımlardan danışırıq və bugün ilk olaraq milli mənəvi dəyərlərimizi, ənənələrimizin qorumaq, bugün Azərbaycanın, bütövlükdə Azərbaycan insanının o ictimai o fəallığını, onun o ictimai varlığının mühafizəsi üçün addımlar atırıq. İndi burada o qanunla bağlı iki qanunvericiliyə həm informasiyalaşma və informasiya mühafizəsi haqqında qanunla həm də inzibati xətalar haqqında məcəlləyə edilən dəyişikliklərlə bağlı siz məlumat verdiniz, o detallara getmək istəmirəm. Amma mahiyyət budur ki, artıq siqnal verilir dövlət tərəfindən, Milli Məclis tərəfindən o insanlara ki, onlar artıq bu çərçivəni aşıblar və artıq bunlar bu qaydaları kobud şəkildə pozurlar. İndi əlbəttə burada 500 manatdan 1000 manata dək belə çağırışlar edən bu milli
mənəvi dəyərlərə qarşı addımlar atan, yaxud da bu fikirləri səsləndirən, hətta bu məzmunda belə jestlər, təəssüratı yaradan şəxslər, o cümlədən bayaq qeyd etdiyiniz kimi faşistliklə məşğul olan, yaxud da buna açıq çağırışlar edən, yaxud da bununla bağlı sövzələşməyə gedən insanlarla bağlı bəlli bir sanksiyalar tətbiq olunur. 500 manatdan 1000 manata qədər birinci mərhələ üçün əgər bu kifayət etmədikdə və şəxsiyyətin, yəni şəxsin törədən, həmin o hüquq pozuntusunu törədən şəxsin bütövlükdə şəxsiyyəti əgər adekvat olmasa, ona əlavə 30 günədək inzibati həbs qəti imkan tədbiri keçirilir, yəni onun həbsi olması məsələsi olur. Əgər bir il ərzində bu təkrarlanarsa, bu 2 dəfə artırılır, ağırlaşdırılır. Yəni sanksiyalar 1000 manata, 2000 manata qədər, deməli inzibati həbs isə 30 gündən 60 günədək, yəni 2 aya qədər uzadılır. Və yaxud məsələn, əgər burada yeri gəlmişəm, mən deyim, əgər cinayət tərkibi yoxdursa, onu mən qeyd edim ki, bizim cinayət məcəlləmizdə də bu cəhallarla bağlı müəyyən müddəalar var. Amma indi məsələ bunun bir tərəfidir. Burada əsas məsələ nədən ibarətdir? Bunlar necə icra olunacaq? Bir də Azərbaycan daxilində olan, məsələn, Azərbaycan sərhədlərində, fiziki sərhədlər çərçivəsində fəaliyyət göstərən həm hüquqi şəxslər, həm həmin o bu deməli kontentləri yayan şirkətlər, həm də bunun yayılmasında iştirak edən vətəndaşlar. Bir dəfə Azərbaycandan kənarda bu necə olunacaq? Və bugün Azərbaycan daxilində bununla bağlı mübarizəyə biz baxsaq, görək doğrudan da maksimum dərəcədə işlər görülür. Məsələn, Daxili İşlər Nazirliyinin bu istiqamətdə indi ədalətlə deməliyik ki, çox ciddi monitorinq sistemi var və bu halların qarşısını almaq üçün, hətta Daxili İşlər Nazirliyinə edilən müraciətlərə vaxtında cavab verilmək üçün kifayət qədər operativ bir mexanizm yaradıblar. Yaxud da rəqəmsal deməli İnkişaf və Nəqliyyat Nazirliyində birisi orada da belə bir mexanizm var və müraciətlər edildikdə yaxud da Nazirlik özü aşkarladığı təqdirdə həmin deməli internet deməli providerlərin yaxud domenin sahiblərinə, yaxud da internet o resurslarının sahiblərinə, yaxud da onları idarə edənlərə birbaşa deməli xəbərdarlıq edilir və xəbərdarlıq əgər 8 saat ərzində həmin deməli kontent silinməsə, zərərli kontent silinməsə, artıq məhkəməyə müraciət olunur. Və məsələ, yaxud da vətəndaşlar özləri, yəqin siz bunu çox eşitmişsiniz, zərərli kontentlərlə bağlı kütləvi müraciətlər olunur və bunu güya həmin o platformaların deməli sahibləri, yaxud bura aiddir, yəni Facebook, bura aiddir, Instagram, YouTube və s. TikTok, bu silinir. Amma reallıq nədən ibarətdir? Gəlin görək bugün həmin o yüzlərlə, minlərlə o zərərli deməli Azərbaycan milli mənəvi dəyərlərini təhqir edən, Azərbaycan vətəndaşını, Azərbaycan insanı bayaq dediyim kimi bir rəqəmsal bir çərçivəyə salan və sosial varlıq kimi bütövlükdə varlığını təhdid edən bu amillərlə bağlı həmin dediyimiz şirkətlər hansı addımlar atır? Söhbət beynəlxalq platformalardan gedir. Heç bir addım atmır. Səbəb bilirsiniz nədir? Burada səbəb bunlarla müqayisədə digər platformalarla daha yəni disiplinlidir, nisbətən. Amma baxın ki, YouTube-da Azərbaycanla bağlı nələr paylaşılır? Hansı söyüşdə Azərbaycanın dövlət adamları, rəsmi şəxsləri, Azərbaycanın tanınmış ziyalıları, Azərbaycan vətəndaşlarıyla bağlı nə qədər rəzil, milli mənəvi dəyərləri alçaldan şeylər yayılır. YouTube onun qarşısını alırmı? İndi bunun səbəbi, əsas səbəb nədir? Bax, bu açar nöqtə bundan ibarət. Niyə bundan olmur? Səbəb bir dənədir burada. Ona görə ki, həmin beynəlxalq şirkətlərin Azərbaycanda hər hansı bir nümayəndəliyi yoxdur. Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə görə Azərbaycanda fəaliyyət görən hüquqi şəxslərə münasibətdə Azərbaycanın qanunlarında onlara qarşı müəyyən tədbirlərin görülməsi, cəzalandırılması yaxud da inzibati məsələyə verilməsi məsələsi var. Həmin şirkətlər nə Facebook, nə Meta şirkəti, bu Facebook, Instagram və WhatsApp daxildir. Yaxud da o dediyiniz YouTube, TikTok və digərlərinin nümayəndələri olmadığına görə Azərbaycan onlara qarşı hansı bir addım ata bilmir. Ancaq dünyada artıq bu məsələ tamamilə dəyişilir. Bəzi ölkələr var ki, misal üçün orada ümumiyyətlə qadağadır o platformalara daxil olmaq. O başqa. Xüsusi VPN-lərlə daxil olursan və bu VPN-lərdə həmin ölkənin daxilində fəaliyyət göstərir deyə, orada bir məsələ baş verəndə artıq nəzarətə götürə bilirlər. Amma bunun sivil qaydasında VPN birisi də o qeyri rəsmi yaxud da qeyri birbaşa yolla internetə girişdir. Amma bunun çox dünyada tətbiq olunmuş modellər var. Mən heç Avropa İttifaqını demirəm, Böyük Britaniya, ABŞ-ı demirəm. Bizə yaxın olan son zaman Türkiyə və Qazaxıstan təcrübəsindən bağlı demək istəyirəm. Artıq Türkiyə 2020-22-ci ildə xüsusi qanun qəbul etdi. Həmin qanuna əsasən qeyd etdiyimiz xarici beynəlxalq
şəbəkə platformalar, rəqəmsal platformalar məcbur edildi ki, Türkiyədə nümayəndələr yaşasın. Bax, Facebook'um var, TikTok'um var, YouTube'um var, nə bilim, digərlər, Instagram'um var. Qazaxıstan da yeni yol getdi. Yəni, artıq bu nə deməkdir? Sən bunu yaratmaqla öhdəlik qoyursan ki, yəni nümayəndə açmaqla öhdəlik qoyursan ki, bir, vaxtında o həmin o zərərli kontentlərin silinməsi 24 saat vaxt verilir, 48 saat ərzində. Əgər bu dövlət əhəmiyyətlidirsə, dövlətin deyək ki, üstünlarına təhdid yaradırsa, dövlət çevrişli falan, o daha qısa müddətdə. Amma bütövlükdə 24-48 saat ərzində bu kontentlərin silinməsi məsələsini həll etsin. İkinci, həmin şirkətlərin şəffaflığı təmin edilsin. Bilirsiniz, indi biz yəqin vaxtımız olsa danışaraq, bugün ən vacib problemlərdən birisi nədir? Rəqəmsal asıllıq, rəqəmsal klonlaşdırma, rəqəmsal deməli manipulyasiya və riskli alqoritmlər. Bugün bu 4 istiqamətdə, o cümlədən şəffaflıq və hesabatının təmin olunması istiqamətində həmin şirkətlərin üzərində məsuliyyət qoyulub. Ona görə də Azərbaycanda, indi mən bu məsələyi yekunlaşdırıram, Azərbaycanda bu məsələlərin effektiv həlli üçün tam olaraq köklü şəkildə bunu həll etmək. Çünki adam oturub xaricdə istədiyini yazır, istədiyini pozur, istədiyi o həqarəti, istədiyi o rəzilliyi edir və hansı bir tətbiq görə bilmirik. Bunu isə yayan həmin şirkətlər etməli. Bunu biz yekun olaraq nəyə bənzədə bilərik? Elə bilin ki, narkotik maddələrin qanunsuz dövriyyəsindən bağlı qanunlar var dünyada. Narkotik maddələri biri istehsal edən var, onu satan var, onu istehlak edən var. Bugün həmin o deyək, obrazı desək, həmin narkotik maddələri istehsalçısı həmin o platformalardır. Onu satan isə bunu yayanlardır. Bəli. Onun istehlakçısı da isə bizlərik. Təsəvvür edirsiniz bu hansı vəziyyət. Ona görə də əgər biz bütün bu prosesi, bütün bu həlqəni qapamasaq, mübarizəmiz effektiv olmayacaq. Müşfiq müəllim, həm də yeni bir media etikası yaranır desək, daha düzgün olar. Çünki burada media platformalarının da rolu çox böyükdür də. İstəyərdim, bax, bununla bağlı danışaq. Təşəkkür edirəm. Deməli, bugün sosial şəbəkələrlə bağlı tənzimləmənin aparılması vacibdir, amma hesab edirəm ki, daha sürətli aparılmalıdır. Çünki statistik göstəricilər çox, belə deyək ki, həyəcanlandırıcı nəticələr qoyur ortalığa. Baxın, bugün dünya əhalisinin təqribən 65%-i informasiyanı sosial şəbəkələr üzərindən alır və yayır. Çox böyük bir rəqəmdir. Təqribən Azərbaycanda da bənzər durumdur. Azərbaycanda da 60-70% arasında əhali, yəni açıq desək 10 milyon əhalinin təqribən 6 milyon yarımı, 7 milyona yaxını sosial şəbəkə istifadəçisidir və informasiyaları oradan alıb, oradan yayırlar. Məsələ oradadır ki, bundan öncə ənənəvi media idi. Ənənəvi mediada xəbər standartları həm qanunvericiliklə qorulurdu, həm də bizim etik kodekslə müəyyənləşirdi və müdafiə olunurdu. Yəni, jurnalist həm qanuna, həm etik kodeksə riayət etməklə o yayılması məhdudlaşdırılan informasiyaların yayımına yol vermirdi. Amma sosial şəbəkələrdə bu yoxdur. Düzdür, indi deyə bilərsiniz ki, məsələn, netiqetlər var, amma ən mükəmməl netiqetlər belə daha çox orada texniki fəaliyyəti nəzərdə tutur. Məsələn, deyir ki, uyğun deyil ki, sən ora anonim profil açasan, hesab açasan, başqaları ilə bağlı belə şəklini yerləşdirəsən və yaxud da ki, yəni bu cürdür. Amma bizim o jurnalist kodeksindəki informasiyanın bütün fəaliyyəti, emalından tutmuş yayımına qədər hamısı sıfırdan 100-ə əks olunub. Yəni, sosial şəbəkələrdə belə bir kodeks yaxud da ki, prinsiplər yoxdur. O baxımdan da ciddi şəkildə problemlər ortalığa çıxır. İndiyə qədər belə idi ki, sosial şəbəkələrdə istifadəçi sayı bizim peşəkar mediadan aşağı idi. Amma günümüz elədir ki, bugün medianın özünün də tipi dəyişib. Biz bugün ənənəvi mediadan danışmırıq. Bugün media deyəndə biz konvergensiya olunmuş media tipini gətirir. Yəni, media özü də yaratdığı, istehsal edən informasiyanın çoxunu sosial şəbəkələr üzərindən yayır. Yəni, bugün istər qəzetlər olsun, televiziyalar olsun, hamısının YouTube-da, Facebook-da və başqa platformalarda bunların hesabları vardı, oradan yayırlar. Deməli, informasiya dövriyyəsində sosial şəbəkə, istehsalını demirəm, amma dövriyyəsində və çatdırılmasında informasiyanın sosial şəbəkələr bizim ənənəvi medianı demək olar ki,
önləyir. Mən təsadüfi demədim, yəni 60-70% əhali deməli bu artıq klassik mediadan çox-çox önə keçir. Bu baxımdan tənzimləmə məqbuldur. Amma təəssüf ki, indiyə qədər təsəvvür belədir ki, yəni sosial şəbəkə nədir? İnsanların sərbəst fikir paylaşma platforması. Amma düzgün xəbərlərdirmi, dəqiq məlumatlarmı? Xeyr. Bax, indi orada mən sizə o beynəlxalq akademik mərkəzlərin statistikasını deyim sizə. Deməli, bu jurnalistika üzrə tədqiqat mərkəzlərinin dəqiq apardıqları monitorinq nəticəsində olan rəqəmlərdir. Deyir ki, bu gün dünyada ümumilikdə beynəlxalq informasiya məkanında yayılan xəbərlərin 80%-ə yaxını feyk xəbərlərdir. Bəli. Və həmin o feyk xəbərlərin 66%-i birbaşa sosial şəbəkələr üzərindən yayılır. Yəni biz bayaq informasiya çatdırımında sosial şəbəkələr nə qədər öndədirlərsə, bir o qədər də bu saxta xəbərin, feyk xəbərin və dezinformasiyanın çatdırılmasında daha öndədirlər. Yəni 66%-dir və orada həm də o dırnaqarası operativlik məsələsi var. Yəni sosial şəbəkələr digər kommunikasiya vasitələrinə nisbətən xəbəri, yayımı 3 dəfə daha sürətlə auditoriyaya çatdıra bilirlər. Deməli, bu sahədə tənzimləmənin olması vacibdir. Azərbaycanda bu addım 2013-cü ildən etibarən atılmağa başlayıb. 2013-cü ildə bizim Cinayət Məcəlləsinin 147-148-ci maddələrinə əlavələr edildi. Orada təhqir və böhtanın yol verilməzliyi belə deyək ki, qanuniləşdirildi. Axır konkret məsuliyyət nəzərdə tutuldu. Amma bizdə belə deyək ki, digər modellərlə fərq nədir? Digər ölkələrlə fərq nədir? Bizdə məsələn, bu yayılması, yaxud da ki, yol verilməsi qanunla məhdudlaşdırılan addımlar var da. İndi təkcə təhqir və böhtan deyil ki, məsələn, bu gün aktuallaşan o ictimai maraqlara zidd olan çağırışlardır, dezinformasiya yayımıdır. Avropada ümumiləşdirib o deməli, indi bizdə gedən proseslər nifrət nitqi deyirlər. Onun içərisində çoxlu müddalar var ki, nələri etmək olar. Onların sayı çoxdur, amma bizdə bunlar bir-bir atılır addımlar. Məsələn, 2013-cü ildə bir müdda üzrə oldu, indi baxılan məsələ başqa müddalar üzrədir. Məsələn, o ictimai maraqlara zidd olan məsələ və s. Əslində, 2017-ci ildə mart ayında Azərbaycanda bu informasiyalaşdırma haqqında və onun mühafizəsi haqqında qanuna 2017-ci ildə əlavə dəyişiklik edildi. Orada 13-cü maddə çox aydın göstərir ki, yayımı qanunla məhdudlaşdırılan informasiyalar onlayn resurslarda da yerləşdirilməməlidir. Yəni, əslində bu hər şeyə ehtiva edir, amma əgər bu pozulursa, bu prinsip pozulursa hansı addımlar nəzərdə tutulur? Bax, onunla bağlı müəyyən boşluqlar vardır ki, bu gün bizim Milli Məclisdə müzakirə olunan məsələlər məhz həmin, belə deyək ki, o boşluqların aradan qaldırmasına xidmət edilir. Yəni, informasiyalaşdırma qanunu deyir ki, bunu yerləşdirmə olmaz, amma yerləşdirirsənsə, o hərəkətlərə yol verirsənsə, deməli, burada həm də məsuliyyət yükü. İndi 50 manat, 500 manat, 2000 manat bunlar fərqlidir, mərhələlərlə nəzərdə tutulur. Amma bizim, yəni o media adamı olaraq baxışım nədir? Bayaq Azay müəllim danışığında o məsələyə də toxundu orada. Bilirsiniz, mən söhbəti ona gətirmək istəyirəm ki, bu Azərbaycanda indi atılan addımlar, dediyim kimi, mərhələ-mərhələ, sanki hər dəfə o negativ önə çıxanda onun qarşısını almaq üçün bir pillə irəlilir. Amma bütün bunlar hamısı həm gec qalırıq, həm də biraz o kompleks xarakter daşımır. Məsələn, hələ Almaniyada, məsələn, 2018-ci ildə qanun qəbul olundu. Bu sosial şəbəkələrdə qaydaların tətbiqi aktı adlandırılır. İndi loru dildə ona Facebook qanunu deyirlər, amma bütövlükdə sosial şəbəkələri əhatə edir. Məsələn, orada kompleks tədbirlər nəzərdə tutulur. Birinci addım odur ki, məsələn, istifadəçi sayı 1 milyonu keçmiş bütün sosial şəbəkə platformalarının yerli nümayəndəliyi açılmalıdır. Bir. İkinci, həmin o nümayəndəlik dövlət qurumlarının, müəyyənləşdirilmiş dövlət qurumu ilə istisnasız olaraq təmasda olmalıdır. İndi məsələn, Almaniya o işi həvalə edir. Məsələn, Almaniya Ədliyyə Nazirliyinə. Ədliyyə Nazirliyi, məsələn, bugün negativ hal ortalığa çıxırsa sosial şəbəkədə, onu operativ şəkildə müraciət edir həmin nümayəndəliyə və operativ şəkildə cavabını alır. Amma hətta qanunda, onların Almaniya qanunda belə bir hal nəzərdə tutulub ki, yəni bunu
hətta müraciəti də gözləmək lazım deyil. Yəni sosial şəbəkə nümayəndəlikləri özləri gündəlik monitorinq aparmalıdırlar və bu cür qanunlarla yasaqlanmış halların orada baş verməsinin qarşısını almalıdırlar və 6 aydan bir hesabat verməlidirlər ki, nə qədər məsələn dezinformasiya, nə qədər ictimai maraqlara zidd olan informasiyanı və s. ortadan çıxarlar. Yəni bunun üçün bir kompleks bir qanunun olması lazımdır. Düzdür, o Almaniyada, ardınca Fransada qəbul olunan qanunlar biraz tənqid olundu o insan haqlarını məhdudlaşdırma baxımından. Amma bunun qarşısını almaq üçün bu Avropa İttifaqı səviyyəsində bir qanun qəbul olundu, rəqəmsal xidmətlər aktı və orada da yenə kompleks şəkildə bu məsələlər əksini tapır və ayrı-ayrı ölkələrə tövsiyə olunur ki, özlərinin qanunlarını həmin akta uyğunlaşdırmaqla, yəni burada artıq ifadə pozuntusunun qarşısını almaq mümkündür. İndi bu Avropa modelidir. Bu sizə deyim yeganə model deyil. Məsələn, siz bayaq nümunə gətirdiniz, bəzi ölkələrdə var ki, o birbaşa məhdudlaşdırmalara getmiş. Onu indiki halda hələlik Azərbaycanda tətbiq etmək mümkün deyil. Niyə görə? Birinci, ifadə azadlığı baxımından biz demokratik ölkəyik, yəni başqa ölkə tiplərini fərqlənir. İkinci, sizin dediyiniz addımları atan ölkələr özlərinin internetin suverenliyi haqqında qanunları var onların. O suveren internet o həm mexanizm baxımından işlənib hazırlanmalıdır, strukturlaşdırılmalıdır, həm də belə deyək ki, orada məzmunun tənzimlənməsi üçün müəyyən qanunlar olmalıdır. Bu böyük bir prosesdir və açıqca deyim ki, biraz da o uyğun olmayandır. Yəni sən bütövlükdə sosial şəbəkələri nəzarətə götür, orada bütün kontenti nəzarətə saxla, blokla, bağla. Yəni onda bəs demokratiya harda qaldı, insan haqqları harda. Zaten bu sosial şəbəkə mahiyyətidir. Amma yəni həmin modelə getmədən belə demokratiya anlayışı üçün də intellekt lazımdır da. Yəni intellekti olmayan insanın demokratik Təbii, istənilən halda bu nəzarətsizliyi aradan qaldırma mümkündür, amma həm də mən indi Azay müəllimin burada olmasına istifadə edərək bir məsələni də demək istəyirəm. İndi yaxşı olar, bəlkə də o var, biz hələ görmürük, indi açıqlansa yaxşıdır. Yəni biz indi qanunu qəbul eləyirik. Yəni bu təklif olub, yəqin ki, indi qanuna çevriləcək o ictimai maraqlara zidd olan. Amma bunun mexanizmi necədir? Bu məsələni sabah kim qaldıracaq? Tutaq ki, hansı informasiyalar o ictimai əxlaqa zidd hesab olunacaq? Bu məsələnin arxasında kim duracaq və s. Yaxşı olar ki, bununla bağlı da biraz o Azam Milli Məclisdə məsələn yaxşı bir ənənə var. Adətən bu qanunlarda təkmilləşmə olanda məsələn bu qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını, media nümayəndələrini təbii ki, aidiyyəti cəlb olunurdu, müzakirələr keçirilir. Yəni yenə də var. Mən özüm də bir neçə dəfə o ayrı-ayrı qanunlar müzakirəsində iştirak eləmişəm. Bu təsəvvürlərdəki qeyri-müəyyənliyi aradan qaldırmaq üçün mənə belə gəlir ki, o sahədə də bir geniş müzakirə keçirilsə və orada iştirak edən vətəndaş cəmiyyəti institutları özləri bu məsələni cəmiyyət üçün daha çox açıqlaya bilərlər. İndiyə qədər bu qədər. Buyurun, Azam. Çox sağ olun, Müşüməm suala görə. Əvvəla onu deyim ki, və siz düz deyirsiniz, bizim ümumiyyətlə Enar xanım, Milli Məclisdə son illər bizim hörmətli xanım sədrin təşəbbüsü ilə hər hansı bir aktual məsələ olursa, ictimai əhəmiyyət kəsb edən məsələ olursa, onun ətrafında ictimai dinləmələr keçirilir. Və mən hesab edirəm ki, bu məsələ də həqiqətən də ictimai dinləmə tələb edən və Müşüməm dediyi kimi ayrı-ayrı cəmiyyətin nümayəndələrinin, ekspertlərin, ziyalılarının iştirakı ilə bir müzakirə tələb edən məsələdir. Burada etik qaydalar nədir? Mənəvi dəyərlər nədir, bunun hüquqi çərçivəsi, hüquqi anlayış nədir deyə sual oldu. Əlbəttə, bu sual bugün ən həssas suallardan biridir. Bunun çərçivəsini necə müəyyənləşdirəcək? Amma bu hüquqi çərçivəyə salınmazdan da öncə Azərbaycanda oturmuş bir anlayış var da. Yəni, sən təhqirə yol verməməlisən, sən əxlaq, milli mənəvi dəyərlər hörmət etməlisən. Milli mənəvi dəyərlər nədir? O əxlaqi, qeyri-əxlaqi, qeyri-etik addımlar nədən ibarətdir, səsləndirilməsi nəyə gətirib çıxarır. Bunlar bizim üçün artıq aşağı-yuxarı oturuşubdur. Yaxud özür istəyirəm, bədənin bir hissəsini nümayiş etdirmək bizim mənəvi dəyərlərimizə, əxlaqi dəyərlərimizə doğaraq. Bunlar hamısı aydındır, bunlar olmalıdır. Amma sual aktual sualdır, həqiqətən. Müzakirə olunması
vacib olan sualdır və burada daha çox bunun icra mexanizmləri necə olmalıdır? Və bu bizim üçün önəmlidir. Qanunvericidə açıq şəkildə yazır. Burada da yazır, məsəl üçün, bu məsələlərdən bağlı hansı qurumlar və bayaq qeyd etdiyim rəqəmsal inkişaf və nəqliyyat naziri ilə bağlı burada xüsusi müddialar var. Yəni, müvafiq icra hakimiyyəti olaraq həmin vətəndaşlardan daxil olan müraciətləri bu kontekstdə, yəni hansı ki, qanun pozuntularına yol verən hallar müəyyən edildikdə onu araşdırılması, yaxud özünün apardığı monitorinqlər vasitəsilə bunun həyata keçirilməsi və bundan sonra bayaq dediyim kimi 8 saat ərzində əgər bu götürülmüşsə, silinmişsə, yaxud çıxarılmışsa internet resurslarından bunun artıq məhkəməyə verilməsi. Məhkəmə nə qərar qəbul edə bilər? Məhkəmə həmin deməli informasiya resursunun bağlanması, bloklanması, yaxud müəyyən cərimə sanksiya tətbiq edilməsini edə bilər. Amma bu məsələnin həlli deyil tam. Bayaq mən sizə qeyd etdim. Axı biz burada bunu yayan, bu Facebook şirkətinə, bunu yayan YouTube-a necə təsir edə bilir? Biz müraciət edə biləcək. Bu müraciətə baxılırmı? Ona görə də bunun açar Hələ birazdan bizim məhkəmələrimizin işi də çətinləşəcək. Bizim məhkəmə strukturu nə qədər bu, üzr istəyirəm də, bu xuliqanlıqla bağlı xırda bəndlərlə, bilirsiniz, o cərimələrdir, həbsdir, onlar məhkəmə qərarsız həyata keçirilə bilməz, axı o polisin işi deyil. Onsuz da məhkəmələrin yükü həddən artıq çoxdur. Onsuz da bugün 1 milyondan çox... Belə olacaq da, yəqin o qonşu Türkiyədəki kimi bir məsələ ilə bağlı məhkəməyə müraciət etmək üçün sənə 1 il sonraya vaxt verəcəklər. Yox, indi mən sizə deyəcəm, onun həlli yolunu deyəcəm. Yox, elə deyil. Orası elədir, yəni ola bilər. Bugün onsuz da məhkəmələrdə bugün, yəni 1 milyondan çox daha doğrusu icra olunmamış məhkəmə qərarları var. Amma bunun çox sadə modeli var. Biz uzağa getməyək. Məsələn, mən sizə təzə bir misal gətirim. Bir neçə həftə bundan öncə İtaliyada Meta şirkətinə qarşı bir məhkəmə iddiası başlanıldı. Bunda yeri gəlmişkən Milan Ticarət Məhkəməsinə bu verildi. Hansı bunun səlahiyyəti var bunun üçün. Burada nə idi? Burada məsələ qaldırdılar ki, bizim uşaqların deməli rəqəmsal asılılığa düçar olması, onların bayaq qeyd etdiyim sosial həyatdan məhrum olması, bunların uzaqlaşdırılması, bunların beynini və psixoloji durumunun zədələnməsi ilə bağlı çoxlu şikayətlər daxil oldu. Orada da yeri gəlmişkən valideyn assosiasiyası var. Bu valideyn assosiasiyası bu məsələni monitorinq etdikdən sonra hüquqşünaslar cəlb edib, ayrı-ayrı psixoloqlar cəlb edib və belə qənaətə gəliblər ki, həmin bayaq qeyd etdiyimiz o riskli alqoritmlər vasitəsilə uşaq beyninin zədələnməsinə, bayaq dediyim ki, onun təcrid olunmasına, hətta valideyn nəzarətindən çıxmasına, hətta özünün o konsentrasiyasını itirməsinə səbəb ola biləcək hallara gətirib çıxaran məsələlər var. Bunun üçün veriblər məhkəməyə. Və fevralın 12-sində ilk açıq deməli məhkəmənin ilk icrası keçiriləcək və ona qarşı çox böyük sanksiyalar nəzərdə tutulacaq. Və təsəvvür edin ki, həmin işlə bağlı bu yaxınlarda Britaniyada təxminən səhv etmirəmsə 12,7 milyon. Əgər biz nümayəndəliklər tələb etsək tutalım da, bizdə də açılmasa bunlar, biz də o şirkəti verə bilirik. Yox, indi qulaq asın. Bax, burada gəlirəm həmin məsələyə. Bax, bu cür birinci bu sanksiyalar vasitəsilə bunun qarşısını almaq olur. İkinci, onların bugün bilirsiniz ki, Azərbaycan məkanında çoxlu reklam deməli gəlirləri var və reklam gəlirlərini bunlar açıq şəkildə qazanırlar. Həmin reklam gəlirlərinə, həmin reklamlara məhdudiyyət qoyula bilər. Məsələn, 2 ay, 3 ay onlara reklam verilməsi qadağan oluna bilər. Bilirsiniz, əslində biz misal üçün daha çox əxlaqsızlıq, narkomaniya, təhqir, açıq-saçıqlığı, yəni təbliğ etmə və s. bunların da üzərində fokuslanırıq. Amma unutmayın ki, sentyabr ayında bizdən bir qrup tələbə, yadınızdadır da, gedib hava limanında qalmışdı xaricdə. Bax, bu nəyin hesabına idi? Həmin bu platformaların. Bəli. Çünki burada xaricdə təhsili o qədər reklam edirdilər ki, valideyn də nə istəyir? Valideyn də nə istəyir? Uşaq getsin, xaricdə təhsil alsın, nə bilim, bir diplom, minimum bir sertifikat götürsün, gəlsin, öz ölkəsində fəaliyyət göstərsin və s. Nəticədə uşaqlar getmişdi, görmüşlər ki, heç orada onların qeydiyyatı da baş tutmuyor. Manipulyasiyadır da, buna rəqəmsal manipulyasiya deyirlər. Hamısı sosial platformalar. Baxın, Enar xanım, burada indi gələr, mən fikrimi yekunlaşdırım. Məsəl üçün, çox önəmli bir məsələdir. Bax, bu həmin o manipulyasiyadır, bayaq qeyd etdiyim, sosial, rəqəmsal bu sui-istifadələrdir və s. Bunlar kompleks şəkildə bir deməli, paketə bunu salsa, bunlar hamısı insan şəxsiyyətinin oğurlanmasından tutmuş, dəyəduzluğa qədər. Məsələn, səsin klonlaşdırılması, bilirsiniz də,
səsin klonlaşdırması, insan klonlaşdırması nəticəsində nə qədər bank oğruları müəyyənləşir. bəli, Məsələn, menecerin səsini klonlaşdırır, zəng vurur menecer adından ki, mənə bu yaxınlarda oldu, bir neçə bundan qabaq Birləşmiş Ərəb Əmirliklərində 35 milyon dollar menecerin səsi klonlaşdırılır, göndərildi, 35 milyon dollar oğurlandı. Yaxud da siyasi baxımdan, biz bugün dövlət başçılarının, bugün deməli, siyasətçilərin, deputatların asanlıqla səsi klonlaşdıra bilər, görüntüləri klonlaşdıra bilər, şəxsiyyəti, davranışı klonlaşdıra bilər, onlara qarşı kompromatlar hazırlana bilər və yaxud və s. Bütün bunların hamısının bilirsiniz, məsuliyyəti olmalıdır bu sosial, bu platformanı təqdim edən qurumda. Ona görə də, bax bu nümayəndənin açılması məsələsi bilirsiniz, sual oluna bilər, sən mənim məkanıma daxil olursan, bu mənim təhlükəsizlik məkanımda, informasiya təhlükəsizliyi mənim bilavasitə milli təhlükəsizliyimdən bağlı olasıq, bağlı bir məsələdir. Xeyr ola, sən gəlirsən burada, mənim informasiya məkanımı zəbt edirsən, burada reklam qəbul edirsən, pul qazanırsan, informasiya yayırsan və heç bir məsuliyyət daşımırsan. Ola bilməz belə bir şey. Ona görə də bu məsələnin köklü həlli məsələ qoyulmalıdır ki, həmin dediyimiz beynəlxalq xarici, biz həmin şirkətlər Facebook, Instagram, yəni Meta, ondan sonra o YouTube və digərləri bunları Amerikada özəl şirkət kimi, özəl kommersiya şirkəti kimi qeydiyyatda düşüblər. TikTok Çində özəl kommersiya şirkəti kimi qeydiyyatdan keçib. Onda burada zəhmətcə nümayəndəliyi aç, yaxud da hüquqi bir təmsilçi burada təsis et. Biz biraz sabah kimə müraciət etməliyik? Bu müraciətdə necə müəyyənləşəcək? Sənin ümumiyyətlə nə qədər izləyicin var? Bir də şəffaflıq olmalıdır. Bunların fəaliyyətində bütün dünya, məsələn, Türkiyə bunu tələb etdi, elədi. Qazaxıstan tələb etdi, Fransa tələb etdi, Avropa İttifaqının ayrıca bunun külliyyatı var. ABŞ bunu tələb etdi, Koreyada. Hər yerdə bunlar var, artıq bunlar olmasa, bizim təkcə Azərbaycanda olan subyektlərlə bağlı qəbul edəcəyimiz bu internet providerlə bağlı, bu domen sahibindən bağlı. Yox. Mən onu demək istəyirəm ki, bunları biz artıq... Kimin üzərinə düşür bu? Bununla bağlı bu biraz kompleks məsələ. Burada müəyyən məsələlər var. Bir neçə qurumlar olmalıdır. Yox, burada qurum məsələsi deyil. Burada ümumiyyətlə müəyyən, indi mən istəmirəm televizorda, bizim canlı yayında bunu açıqlayaq. Bu istiqamətdə müəyyən təşəbbüslər olmuşdur, müəyyən məqamda olmuşdur. Amma mən bir şeyi burada gətirib yekunlaşdırmaq istəyirəm ki, bu şəbəkələr nə qədər belə fəaliyyət göstərirlərsə, nə qədər bundan hüquqi məsuliyyət müəyyənləşməyibsə, nə qədər onların şəffaflığı və onların hesabatlılığı müəyyənləşməyibsə, nə qədər onların riskli alqoritmləri Azərbaycanda necə gəldi, istifadə etməyə dayandırmayıbsa, biz bu fenomenlə, bu təhlükə ilə mübarizədə istəyimizə nail ola bilməyəcəyik. Ona görə də bu məsələlərdən addım, kiçik addımlar biz buna gediriksə, amma buna nə vaxtsa yanaşılmalıdır. Bir də burada bu məsələnin açıq deyək, nə insan haqlarından, nə söz azadlığına, nə fikir azadlığına heç bir aidiyyəti yoxdur. Bu əvvələ manipulyasiya olunurdu. Hə, sosial şəbəkədə hər hansı bir addım atanda var idi də ayrıca bu Human Rights Watch, nə bilim Freedom House bunlar düşürdü Azərbaycanın üzərinə ki, bu nə edirsən, sən insan haqlarını məhdudlaşdırırsan, fikir azadlığı deyil, söyüş, təhqir, insanları klonlaşdırmaq, deepfake-lər yaratmaq və bunları öz məqsədləri üçün, dərəduzluq üçün, cinayət üçün istifadə etmək söz azadlığına qarşı addım deyil, bu söz azadlığı deyil. Ümumiyyətlə, yeri gəlmişdir, mən sizə deyim, həmin o fəaliyyətə görə dünyada artıq bu trend gedir. Məsələn, Fransada, Almaniyada, bir çox ölkələrdə 7 ilə qədər həbs cəzası var bunlar üçün. Ona görə də bunlar artıq bugün biz danışırıq da, rəqəmsal cinayətkarlığın ən üzərində gedən məsələlərdir. Ona görə mən əminəm ki, biz bu istiqamətdə işlər görəcəyik. Bir də burada bir məsələdir. Bayaq mexanizmdən biz danışdıq. Bilirsiniz, burada dünyada artıq bu mexanizm tətbiq olunur. İndi bizim ayrı-ayrı qurumlarımız var da bundan bağlı. Çoxlu sayda qurumlarımız var ki, bizim rəqəmsal təhlükəsizliyimizin təmin edilməsindən bağlı işlər görürlər. Amma ya bu qurumlara sərhəd verilməlidir, ya da ayrıca bir monitoring mərkəzi yaradılmalıdır ki, bunları işi gecə, gündüz bu işlərin monitorinqlə məşğul olsun və vətəndaşlardan daxil olan müraciətləri dərhal burada yaradılacaq həmin dediyimiz o beynəlxalq şirkətlərin o rəqəmsal platformaların nümayəndələrinə çatdırsın ki, onlar baxın, vaxt məhdudiyyəti var. 24 saatdan 48 saata qədər bunları silinməsi, aradan qaldırılması tədbirlər görülməlidir. Buna görülməsə, deyirəm, bizim bu informasiya məkanımız elə bir deyil ki, istənilən şirkət gəlsin, burada fəaliyyət göstərsin, hər hansı bir məsuliyyəti olmasın. O baxımdan da biz uşaqlarımızı, gəncliyimizi, gələcəyimizi əgər bu təhdidlərdən, bu təhlükələrdən tam olaraq müdafiə etmək istəyiriksə, bu addımlar atılmalıdır. Bunun hər hansı bir insan haqlarına, bunun hər hansı bir demokrat heç bir aidiyyəti yoxdur və bu, deməli, nətər deyərlər, bu ad altında bizə olunan hücumları da
biz əvvəl rədd etmişik. İndi rədd edilir, artıq biz yox ha. Bütün dünya inkişaf etmiş ölkələr. Baxın, bayaq məsələn İtaliyada misal gətirdim. İngiltərədə misal gətirdim. Bunlar verib həmin şirkətləri cəzalandırdılar. Əxlaq məsələsi, üzr istəyirəm, biz indi qərb deyəndə qərbdə bir norma ailə yoxdurmu? Ailəsinin üzvlərini qoruyacaq valideynlər yoxdurmu? Biz qərb deyəndə elə ancaq niyə görə əxlaqsız bir təfəkkür? O qərb deyil, hamı elə deyil, xeyr. Valla, yəni qərbin də üzr istəyirəm, alimi var, həkimi var, hakimi var, ailə dəyərləri var, övlad üzərində əsmələri var. Yəni özünüz sadəcə olaraq o trendləri, üzr istəyirəm, o trendləri, o mənfi trendləri bəzən qabardırlar. Bəli, bəli. Adamda elə bir təəssüf düzdür. Dəyərlərdə degradasiya var. Bu əlbəttə ki, Azərbaycan Ailə İnstitutu ilə qərbdəki Ailə İnstitutu eynidir. Bu aydın məsələdir. Biz özümüz indi tədbirlərdə oluruq, ondan təmasda. Amma bu o demək deyil ki, qərb bütövlükdə üzr istəyirəm, mənəviyyətsizlaşıbdır və onlarda ailə dəyəri yoxdur. Xeyr, amma müqayisənin əlbəttə Azərbaycan müqayisədə çox geridədir. Amma biz isə, baxın, Elnur xanım, sizin bir dəfə tədbir verilişdə biz bunu az olsa da toxunduq. Bugün Azərbaycanın əldə etdiyi ən böyük dəyərlərdən biri də ailə dəyərləridir. Bugün onu sarsıtmağa, onun alt o dəyərlər bünövrəsini dağıtmağa çoxlu cəhdlər var. Bu cəhdlərdən biri də məhz həmin o məqsədli, bəli, ictimai əxlaqa zid, milli mənəvi dəyərlərə zid olan bu hərəkətlərə qarşı onları geniş qucaq açmalıdır həmin şirkətlər. Azərbaycan haqlı olaraq bunu gətirdi qanunvericiliyə və biz onu əminliklə qəbul edəcəyik. Çox əla, və bundan sonra həmin şəxslər özləri fikirləşsinlər ki, necə o məsuliyyətdən yanaşır və mən sizə deyim, onun çox böyük təsiri də olacaq. Burada ictimai qınaq da olmalıdır. Birisiz təkcə yük elə dövlətin qurumlarına düşməli deyil. Siz də gördüyünüz hər hansı bir şeyi şikayət etməlisiniz, bildirməlisiniz, məlumatlandırmalısınız. Əslində ona görə dedim ki, o zaman bu məsələ kompleks şəkildə həll olmalı. Yəni bir var ayrı-ayrı istiqamətlər üzrə, məsələn bir dəfə təhqir böhtana görə, bir dəfə ictimai əxlaqa zid məsələlərə görə və s. Bir də çox yaxşı olar ki, yəni kompleks şəkildə bir məcəllə formasında bu məsələ işlənsin, hazırlansın və bunların məsuliyyəti müəyyən olsun. Və yeri gəlmişkən onların o sosial şəbəkələrdə pozulan qaydalar təkcə bu nifrət nitqi ilə bağlı, ictimai əxlaqa zid məsələlərlə bağlı deyil ki, o qədər bunlar problem yaradıblar. Yeri gəlmişkən indi artıq o Avropa institutları, insan hüquq müdafiə təşkilatları özləri də bu sosial şəbəkə adminlərinə və şirkətlərinə qarşı dönüblər. Birinci problem nədir? Birinci problem odur ki, artıq burada danışıqda da çıxdı ortalığa və bu çox ciddi məsələlərdən biridir. Sonuçda bu informasiya texnologiya nəhəngləri deyirlər də, bütün bu sosial şəbəkələrdə, yeni media alətlərində, hamısının idarə olunduğu mərkəzlər sonuçda 5-6 beynəlxalq şirkətin əlində cəmləşir. İndi burada dediyi məsələn Metadır, Tesladır, Yatsinda var, Baudidir və başqalarıdır, Bayudi və başqa şirkətlərin əlində cəmləşirlər. Yəni monopoliya mövcuddur bu sahədə və bunlar bütün dünya üçün təhdidlər yaradırlar. İndi məsələn Avropa İnsan Hüquqları Təşkilatlarının qaldırdıqları məsələlərdən biri nədir? Burada həm də kommersiya maraqları pozulur. Məsələn, sosial şəbəkələr üzərindən yayılan məlumatların çoxu əslində tutaq ki, klassik media qurumlarını yaradır. İndi biz bu gün burada danışırıq, siz bunu həm də YouTube üzərindən yayırsınız. Bəli. Amma bu yayıma görə kim auditoriya qazanır? YouTube qazanır və gəliri kim götürür? O reklamı da hamı axıdır sosial şəbəkələrin üzərinə və qazanan olardı. İndi məsələn bu Avropanın bir təqribən 8 jurnalist təşkilatı birləşmiş bir bəyanat yaydılar onlar ki, məsələn sosial şəbəkələrdən tələb elədilər ki, sosial şəbəkələr üzərinə bir 6%lıq vergi yükü qoysun və o vergi yükü segmentlər üzrə tutulsun və hər ölkədə peşəkar medianın gəlirləri sırasına əlavə olunsun. Balaca rəqəm deyil sizə deyim, hesablamışdılar ki, harca 950 milyarda yaxın nə qədər belə bir təqribən rəqəm gəlib alınırdı. Çox böyük rəqəmlərdən söhbət gedir. Amma etdilərmi? Yox. Heç o insan hüquq müdafiə təşkilatlarının özlərini, o beynəlxalq jurnalist təşkilatlarını bunlar nəzərə almadılar və ciddi şəkildə qarşı durum oldu. İndi bu yerli nümayəndəliyin siz bayaq toxundunuz məsələsinə açılması bu sadə məsələ deyil. Sizə deyim ki, dünyanın bir neçə ölkəsində bax bu cür təşəbbüslər olub və onların problemləri var. Problem nədir? Məsələn, Almaniya böyük ölkədir, 80 milyonluq əhalisi var və orada bu informasiya nəhəngləri məcbur olurlar müəyyən tələblərinə rastlaşır. Məsələn, amma Avstriya əhalisi azdır, bazarı azdır. Onlar bir dəfə sosial şəbəkə qarşısında o tələbi kəskin qoyanda onlar ümumiyyətlə həmin segmenti blokladılar və bir informasiya böhranı yaratdılar. Yəni, asan məsələ deyil, amma
amma təşəbbüsü davam etdirmək və nəticədə bunların nümayəndəliyinin açılmasına həqiqətən nail olmaq lazımdır. Əks təqdirdə effekti az olacaq. Azərbaycan yekunlaşdırır. Çox qısa. Məsələn, Qazaxıstan 20 milyon əhalisi var. 10 milyon Azərbaycanlısı. Qazaxıstan bunu elədi. Mən başa düşürəm, doğrudan asan məsələdir. Türkiyənin 80 milyon, 84 milyon əhalisi var. Mən hətta təklif edirəm ki, düşünürəm ki, yəni, əgər hətta Azərbaycanda ayrıca bir nümayəndə açılmasından bağlı ondan iradlar olsa, qoy regionu açsın. Bir də Türkiyənin biz informasiya məkanını birləşdirirsən, Qazaxıstan zaten Türk dünyası bir yerdə birləşir. Ən yaxşısı olar Azərbaycan. Türk Dövlətlər Birliyində bir nümayəndəli açsın. Bir də qısa müddət o məsələ həll edər. Amma bu məsələnin həlli enerji bundan keçir. Başqa cür biz onların effektiv olacaq apara bilmirik. Türk Dövlətlər Təşkilatı media forumunda Azərbaycan gətirirlər. Çox gözəl. Hər bir halda bizim, yəni dövlət olaraq, qanun olaraq bu addımı atmağımız çox alqışa layiqdir və mən doğrudan da vətəndaş kimi bu məsələyə sevincim, yəni ki, böyükdür. Doğrudan. Çünki şuur sahibiyiksə, davranışımıza görə, hərəkətimizə görə məsuliyyət daşımalıyıq. Əgər bununla bağlı bizim problemimiz varsa, bu zaman bizim dövlətimiz və qanunlar işə düşməlidir. Və hər birinizə təşəkkür edirəm gəldiyiniz üçün. Düşünürəm ki, bundan sonra hər birimizin üzərinə daha çox məsuliyyət düşür və dediyim kimi ictimai qınaq da öz yerində olmalıdır.